Ölkədə pensiya islahatlarını nəzərdə tutan əmək pensiyası haqqında qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin iclasında bu haqda məlumat verən komitə sədri Hadir Əcəbli bildirib ki, müzakirələr zamanı deputatların da təklifləri nəzərə alınacaq. Komitə iclasında ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin yaz sessiyasının qanunvericilik planına daxil edildiyi də qeyd olunub. Bu günlərim hansı kioska, hansı qəzet tutkasına, hansı kiçik bir marketə içinə girirsə, orada birinci növbədə baxırsan ki, sigaret karobkalarının ağzı açılıb və dənə-dənə sigaret satılır. Çox deməli cəlb edici bir haldır, yəni ki, qeyri-rəsmi bir reklamdır. Məktəblər, uşaqlar, institut uşaqları çıxıb gəlib orada ucuz şəkildə, yəni bir dənə, iki dənə almaqla bunu, yəni öz belə deyək ki, o pis vərdişi daha da biz yaymış oluruq. Əslində tütün cəbhəsində bir hücum açmalı deyilik. Biz əslində tütünü sağlamlığa vuran zərərin qarşısını almalıyıq. Amma tütün sənayesində biz müharibə elan eləməmiş. Dünyanın hər yerində tütün sənayesi var və tütüncülüğün inkişafı da Cənab Prezidentin son sərəncamlarındadır. Yəni biz qanun ilə qəbul etməliyik ki, həm istehsalçının da maraqları pozulmasın. Amma istehlakçının da marağını biz qoruyaq.